BBC qızı olan həyat yoldaşının qətlə yetirməkdə təqsirləndirilən Bəxtiyar Vəliyevin cinayət işi üzrə məhkəməsi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədri ilə keçirilən prosesdə ona hökm oxunub. Hökmə əsasən Bəxtiyar Vəliyev 16 il müddətinə azadlıqdan məhrum edilib. Bu cinayət işinin bəzi detalları məlum olub. İstintaqla müəyyən edilib ki, Vəliyev Bəxtiyar Nurdanoğlu rəsmi nikahda olduğu BBC qızı Xumar Həsənlinin mobil telefonunda başqa şəxslə foto şəklini görüb. Bundan sonra Bəxtiyar yoldaşının ona xəyanət etdiyini bilib və onu qəsdən öldürmək qərarına gəlib. Bu məqsədlə o mağazadan bıçaq alıb üzərində saxlayıb. Daha sonra avtomobillə övladları ilə birlikdə Xumarın işlədiyi gözəllik salonuna gedib. Oradan Xumarı da götürüb onun anası Samirə Həsənovanın yaşadığı evin qarşısına gəlib. Bəxtiyar övladlarını yola saldıqdan sonra gecə saat 1-də avtomobilin içində Xumarın telefonunu əlindən alıb, ona xəyanət etdiyi şəxslə olan foto şəklini göstərərək həmin şəxsin kim olduğunu dəqiqləşdirmək istəyib. O yenidən həmin şəxslə başqa bir şən halda olan videosunu görür və Xumar Həsənlidən həmin şəxsin kim olmasını soruşduğunda o həyəcanlı şəkildə cavab vermədən evə doğru qaçmağa çalışıb. Bəxtiyar bu zaman avtomobildən dərhal enib, evin darvazasının qarşısında qaçmağa çalışan Xumar Həsənlinin bədənindən tutaraq, bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 11 bıçaq zərbəsi vuraraq xüsusi amansızlıqla qətlə yetirir. Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxs özünü tam təqsirli bilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü, yəni xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə maddəsi ittiham irəli sürülüb. Orxan Rasifoğlu, məhkəmə xəbərləri.